Salam, hər vaxtınız xeyir Ülkər müəlliməm. Nətərsiz, üzrə sayın narahat edirəm sizi. İmtahandan çıxdım, 82,25 baldır məndə. Mənim ixtisas o qədər rahat idi ki, İnanırsınız, ixtisasa belə baxdım, yazıram, gülmək məni tutur ki, yəni bunlar nə suallardır da. Ürəyim gedir, suallara baxıram, ürəyim gedir ki, yəni dedim, nağdı, 80 balım buradandır. Nağdı bildim ki, 80 balım. Bir dənə səhvim oldu ixtisasdan, o da nəyi səhv elədim? Bu alma şəkli var idi, üstündə də 3 dənə belə şey var idi. Onun səbəbim, onu da niyə səhv elədim? Elə bir ki, o mənim duruxdu da, nəsə onu düzgün yazdım, amma səhv yazdım da, bildim ki, səhv yazacağım onun üstünə. Nəsə onu yazdım. Belə kurikulum çox çətin idi, özü 2 başlı idi kurikulumlar. 2 başlı sual, 5 sualdan nağdı bilsən ki, 3 səhvdə ikisinin arasında qalırsan. Əslində kurikulumu yazmaq olurdu, kurikulumu məntiqlə yazmaq olurdu. İxtisas mı həmişə asan olurdu? Mən də 5-ci ildir keçirirəm, yavaş-yavaş qalxmışam da biraz. Amma ixtisas həmişə konkret suallar olurdu. Mən birinci dəfədir görürəm ki, ixtisası bu qədər doğulmaq olur. İndi siz deyirsiniz, ixtisasa asandır. O da Ülkər müəllimənin sayəsində hamı hazırlaşıb ixtisası bilir deyə deyirik biz asandır. Amma əslində ixtisas çətin idi. Çünki ixtisasa həmişə konkret suallar yazırdılar. Bu dəfə çox doğulma. Yəni ixtisası yazmış, situasiya tipli şeylər, qəribə də, yəni konkret cavabı olan şeylər yox idi. Həqiqətən də ixtisas belə çətin idi. Düz asanları da var idi, amma ki çətin asandan çox idi. Yəni mən vaxtımda əslində hazırlaşsaydım, o Ülkər müəllimə vaxtımda tapmış olsaydım, mən indiyə 40-40 yazmış olardım. Amma heyf ki, gec tapdım. Yəni əslində məndə o çiftli düz ola bilərdi, çox üzülürəm. Çünki 2 sualın konkret cavabını bilə-bilə səhv yazdım. Salam aleykum. 2003-dən bəri səninlə gedəndə 62,5 idi. Ondan sonra imtahan verdim, düşdüm 39 dedini, başqa müəllimlə hazırlaşdım. 39,5 idi deyəsən. Sonra keçən il 73,5 5-lər olmalıdır. Belə. Müəllimə necəsiz? Müəllimə 89,5 bal yazmışam. O qədər salmışam ki, əsəbimdən ağlamışam kompüterin qabağında. Naşükür Bəli müəllimə, axıra kimi qaldım, gözlədim. İxtisasımın 30 dənə düz, 4 dənə səhvim oldu. Səhvlərdə uyğunlaşdırmada məhz birini səhv götürmüşəm də, yəni texniki olaraq. Sonra baxdım ki, əslində onu düz fikirləşmişəm. Nə tər olsa da bilmirəm, onu səhv götürmüşəm. Müəllimə kurikulumda 11 dənə yazmışdım, 2 dənə səhvim var, 9 dənə düzüm var. Yəni baxdım ki, yəni bəli kurikulumdan keçmişəm. Yəni belə deyim də. Qarşılarda iştirak edə biləcəm. İlk öncə müəllimə sizə çox sağ olun, təşəkkür edirəm. Yəni hər biri topladığım balda sizin əziyyətiniz, əməyiniz çoxdur. Təşəkkür edirəm. Hələ müəllimə sertifikasiyadan sonra mən bir səhvimlə əlaqədar olaraq yəni normal şəkildə hazırlaşıb boşula da bilməmişdim. Amma yenə şükür, çox sağ olun. Yəni sizin sayənizdə bu bal topladım. Təşəkkür edirəm, haqqınızı halal edin. Müəllimə bir daha sizə təşəkkürümü bildirirəm. Rəbbim özü sizi qorursun, Rəbbim özü balalarınızdan o qədər sevindirsin. Bu qədər müəllimlərin alqış həmişə sizinlə olsun. Mənim bu halımda bir 2 il mənim üçün il olmadı. Bu yerdə amma ki çox xoşbəxt, çox şanslı bir insan oldum ki, mən sizinlə rastlaşdım, mən sizi seçdim. Yenə deyirəm, öz qızımın timsalında sizin danışığınız, deyəcəyiniz dərslər, Allaha and olsun ki, evdə də, yolla gedəndə də elə bilirəm ki, bir dalda nətər etməyib, bir təsəlli mi deyim, bir güc mü deyim, sizin səsiniz bax, mənə o qədər güc verib, o qədər belə məni elə bilginən ki, gücləndirib, bilmirəm nə cür deyim fikrimizsə, Allah'ın olsun müəllimə, çox sağ olun müəllimə, yenə də var olun. Sizin səsinizin sayəsində mən bu halımda yazdım. Toplayanlar çox var, bilmirəm, daha yerləşə bilərik, bilmərik, amma sayənizdə həqiqətən də Allah köməyiniz olsun. Çox heyf istəyirəm ki, sizi çox gec tanıdım. Kaş ki, sizi vaxtında tanısaydım. İndi bəlkə 40-40 yazmışdım, rahat müsahibə. Hissə balımı
Salam Ülker müəllimə, hər vaxtınız xeyir olsun. Evə gəldim, nasıl həyəcanlı idim, elə test cavabımı yazdım. Hər şey üçün çox sağ olun müəllimə, var olun. Yaxşı ki sizi tanıdım. Sizi tanımamışdan qabaq 64 bal, sizi tanıyandan sonra 81 müəllimə. Mən elə bir yerdə səhv eləmişəm, yəni heç nə, başımı divara çırpım. Gövhərağa məscidi mən 38-i yaza bilərdim, 40 da yaza bilərdim. O 2 dənə şey onu bilmədim, unutmuşam, amma gəlib baxıram ki, mən Gövhərağa məscidini gedib Qarabağı yazmışam ki, o bildiyim sual, yəni bu nə vaxtdır da, yəni mən deyirəm bu necə bunun səhv yazmışam. Heç nə müəllimə, yenə də şükür pis yazmadım. Suallar, inanırsınız müəllimə, bizi o qədər çətin öyrəşdirmisiniz ki, var olun da, yəni. İnan o suallar mənə o qədər su kimi gəldi də, yəni heç nə də. Dedim ay Allah, hər sual edirəm, deyirəm ay Allah sənə şükür. İkinci sualı basam deyirəm ay Allah sənə şükür, bu nə yaxşı suallardır da. Yəni o qədər çətindən sonra o deyir bu bizə nə bilim hava kimi, su kimi gəldi müəllimə, inanırsınız. Allah razı olsun sizdən, yaxşı ki varsınız. Yaxşı ki sizi tanıdım müəllimə, kurikulumdan bilsin o qədər hazırlaş, 9 bal yığdım, amma heç nə əsas odur kəsilmədi müəllimə. Yəni mən kurikulumdan ömrümdə 2 dəfə hazırlaşmışdım da, nə yalan deyim. Bəlkə də ikinci dəfə getmiş olsaydım, lap çox yığardım. Yenə də düşünürdüm ki, çox yığaram, bilmədim ki, çəkdisi apardı, nə vardı, axır 9 bal qaldı, əsas odur keçdim. Allah razı olsun müəllimə, haqqınızı bir daha halal edin, yaxşı ki varsınız. Öpürəm, bağrıma basıram müəllimə, sizə çox sağ olun, hər bir şeyə görə, hər bir əziyyətinizə görə. Siz, elə sizə dünən dedim ki, yazacağım. İnarsız başımı qarışdı yenə təkrara o və bu ya. Elə son dəfə sizin testlərə baxdım, videoları izlədim. İmtahanda bugün stres oradan, buradan. İxtisası yazdım. 39 dənə düz yazmışam, 40 dənə idi, bir dənəsi səhv çıxdı, o Fərhad Xəlilov idi. 20-ci sual baxdım, sona qədər də oturdum. Onu səhv götürmüşəm, necəsə bilmirəm, əslində bildiyim sual idi. Şeydən də kurikulumdan da ki, çox səhvim çıxıb. Amma şeyi keçmişəm, altının limiti keçmişəm. 85 baldır. Amma şübhələndiyim suallar var ki, kurikulumdan, onlar da apellyasiyanı gözləyirəm, verəcəm. Çox sağ olun müəllimə hər şeyə görə. Sizin bütün materiallarınızla hazırlaşdım. Həmçinin də testlərdə eləyirdim. Hər gün sizin videolara baxırdım, sizin o xırdalıqlarınızı götürürdüm, özüm də əlavə eləyirdim. Demək olar ki, sizin suallarınızda çox yaxın, müəllimlərdə yazmışdı, suallarınızda çox yaxın düşmüşdü, həqiqətən. Kaş ki kurikulumdan hazırlaşardım bu il, normal. İxtisası çox elədim, özüm oturdum, sizin o vəsaitlərə baxdım, özüm də kitabdan oxudum. Kurikuluma çox az vaxt ayırdım da, nə də ki peşəkar səviyyədə daha az əlavələr eləyirdim. Bütün günü sizin o videolar vardı, Telegramda ora qoşulurdum, testləri atırdınız, testləri aktiv şəkildə oxuyub qulaq asıb eləyirdim. Çox yaxşı oldu bu praktika. Həqiqətən də mükəmməlsiniz. Hələ hətta özümə söz vermişdim ki, inşallah bu il daimi də müqavilə istəmirdim. İnşallah şey olun, 3 ildən sonra özümə şey eləmişdim ki, sertifikasiya İlker müəllimə ilə hazırlaşacağım. Tək inşallah alınsın. Bu il daimi də hər ehtimala ki, ümid eləyirəm. Yenə müqavilə ilə istəmirəm, çünki sertifikasiyaya da sizinlə hazırlaşaram. İnşallah tək ki müəllimə. Bir də müəllimə dünən sizə nəyə görə yazacaqdım, sizə baxdım. Bəli müəllimə, elə demək olar ki, müəllimə sizin testlər idi də, yəni həqiqətən bizə necə öyrətmişdiniz? Necə demişdiniz ki, xüsusiyyətlər nədir? O polqogendir, nəyə maraq idi o polqogenda, nə bilim postimpersonalizm, həyatın məğzi falan, o polkili idi, namqaboydu. Yəni bunları bizə necə demişdiniz? Onları bizə də nə situasiyada deyildi. Elə konkret cavablarını yazmışlar ki, talım namqabo nə etmişdi? Həndəs falan da, yəni. Yəni konkret belə, yəni biz bunları siz bizə öyrətməsəniz, yəni dəqiqliyindən onu yazmaq olmazdı. Allah razı olsun sizdən, sayənizdə, yəni bu cür balları toplaya bildiyim müəllimə. Var olun həmişə. Yox müəllimə, istədiyiniz kimi paylaşa bilərsiniz. Yəni ixtisasdan düzdür, hər il başqa bir müəllimə qoşulmuşam, amma bu il sırf sizin dərsə qoşulmuşam. Maşallah o qədər testiniz var idi ki, sizin belə deyim, göndərdiyiniz testlərdən zorla çatdırırdım. Nəinki başqa bir müəllimə qoşulub hələ ki vaxtımı keçirəm. O aldığım test banka da ki, demək olar ki, dünən başa vurmuşam. Axırda, lap axırdakı 2025-24-dəki sualları var idi. Onları belə işləmişəm altından. Yəni dünən qutarmışam onu.
Hələ sizin dalbada göndərdiyiniz testləri demirəm, sınaqları demirəm. Yox, Time-lə qoşulmuşam. Time paylaşıbdı. O da kurikulum üzrə paylaşıbdı. Yox, belə paylaşa bilərsiniz. Yəni ixtisas ayrı, kurikuluma ayrı qoşulmuşam. Yəni ixtisası yalnız sizsiniz. Necə siz paylaşın. Ülkə müəllimlərinə hazırlaşdıq deyə biz o qədər çətin suallar işlədik ki, yəni o suallar bizə bəlkə də ona görə əslində ülkə müəllimlərinin suallarına demək olar ki, yəni bir 10-15 dənəsi ilə ülkə müəllimə hazırladı, o suallara uyğun sual idi da, yəni düz yaxşı ki elə ülkə müəllimə bizə daha da çətindən hazırlaşdırır ki, üz belirlərində məsələn rahat gəldi, bizə sevinərək yazdıq. Həqiqətən necə deyim, müəllimə çox sağ olsun ki, yəni bu qədər əziyyət çəkdi. Mən orada 39 dənə sual yazdım. Birini yazmadım, o alma şəkil olanı qorxdum yazmağa. 39 dənə sual yazmışdım. Mənim orada ya bir ya iki səhvim var. O da heç bilmirəm. Yəni səhvim belə baxıram ki, çoxsun düz yazmışam da. Mənim orada uzaq bir iki. Mən hazır 36-37 dənə ixtisas yazdım müəllimə. O da ki, inanın ki, axır mən sizdən o götürdüyüm testlər sayəsində fakt, yəni o şarj orada var idi. Kalkulaturanın sərt formasıdır. Şarj, yəni eyni sizin testlərdə gördüklərim idi da. Yəni o stilizə idi. Yaraşıq məqsədi ilə dəyişdirilən, sonra xalçalar, eyni xalçalarda siz necə suallar salırdısa, 2 dənə xalçanın məsələn üfüqi xəttləri idi, üstə həndəsi formaları idi. Hamısı, inanın ki, hamısı sizin yəni testlərinizə uyğunda. Yəni Bakı xalçasında həqiqətən də orada necə idisə, siz necə sualda vardı, orada elə Bakıya aid xüsusiyyət düşmüşdü. Hamısı elə sizin testləriniz eynisi. Mən o elə yazmağım məsələn 36-37 sırf düzü mən kitabları oxuyurdum. Mən ixtisası bütün kitabları oxumuşam. Sırf sizin yəni test disiplinlərinizi işləməklə mən elə yazdım. İlkən müəllimə salam daha. Mən bayaqlar çox həyəcanlıydım. Sözlərimi o qədər də çatdıra bilmədim sizə. Onun üçün yenidən səs atıram. Yenə təşəkkür edirəm sizə. Çox sağ olun hər şey üçün. İnanın ki, bir dənə ona peşmanam ki, yəni sizin o dərslərinizə, izahlarınıza baxmadım da. Yəni bəzilərinə demək olar ki, bir iki dənəsinə belə baxdım. Çox səhvə yol verdim, yəni onlara baxsaydım, inanıram ki, 100 vurardım. Yəni testlər hamısı sınaqlarda, bölmə testlərindən, sınaq testlərində olan testləri idi. Yəni ondan artıq heç nə düşməmişdi. Eynən siz hazırladığınız testlərə belə deyim. Çox sağ olun, bir daha öpürəm sizi.
necəsiz? Mükəmməlmi? Burada ballı göndərdim mən sizə. 36, ixtisas 36 yazmışam. Bu il kurikulumdan zəif yazmışam. İnansız ki 36 10 40-ını da yaza bilərdim belə də.